Rusiya daxilindəki müqavimət hərəkatı işğalçı ölkəyə məxsus 4 logistik obyektini dağıdıb. Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi verib. Oktyabrın sonu və noyabrın əvvəlində hərəkat üzvləri Rusiya ordusunun logistikasını dəstəkləyən infrastruktura qarşı təxribat əməliyyatları həyata keçiriblər. Başqırdıstanın Sterlitamak şəhərində hərbi hissələrə rabitə və məlumat verən 3 rabitə qülləsini yandırıblar. Vologda vilayətinin Vologda şəhərində hərbi texnikanın daşınması üçün istifadə edilən dəmir yolu xəttindəki relyə şkafı da yandırılıb. Əməliyyat iştirakçıları bildiriblər ki, məhv edilən hər bir obyekt işğalçı ordu üçün cəbhəyə daha az silah, mərmi və yanacaq göndərilməsi deməkdir. Ukrayna qüvvələri Aleksandrivka bölgəsinin bəzi hissələrində uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Rusiya ordusu Dnepropetrovsk vilayətinə doğru irəliləməyə çalışsa da, nə irəliləyə, nə də ələ keçirdiyi mövqeləri saxlaya bilir. Bu barədə 37-ci Ayrı Dəniz Briqadasının rabitə şöbəsinin baş zabiti Denis Babkov Espresoteliyə bildirib. Aleksandrivka bölgəsi Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərinin kəsişdiyi yerdə. Briqadamız Donetsk və Dnepropetrovsk vilayətlərinin birləşdiyi əraziləri, eləcə də Donetskin bəzi hissələrini nəzarətdə saxlayır. Rusiyanın əsas məqsədi döyüşləri Dnepropetrovsk vilayətinə keçirməkdir. Bu, onlar üçün çox vacibdir. Çünki həm Ukraynalılar, həm də Ruslar üçün psixoloji təsiri böyük ola bilər, Babkov qeyd edib. Denis Babkovun sözlərinə görə, bəzən Rusiya qüvvələri Donetskə yaxın Dnepropetrovsk vilayətinin bəzi qəsəbələrinə daxil ola bilirlər. Lakin bəzi yerlərdə Rus ordusu döyüş meydanını tərk edib. Amma bu işğalçılar orada uzun müddət qalmır, deyə o vurğulayıb. Bizim onları dayandırmaq üçün lazım olan hər şeyimiz var. Dnepropetrovsk qəsəbələrinə daxil olmağa çalışan piyada qruplarını məhv edirik. Əlimizdən gələni, hətta ondan da artığını edirik. Cəbhənin bəzi hissələrində uğurlu əks-hücumlarımız olub. Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloshin isə Rusiya ordusunun Dnepropetrovsk və Zaporojye vilayətlərində ərazilər ələ keçirməsi barədə yayılan xəbərləri təksib edib. O, vəziyyətin gərgin qaldığını, lakin heç bir yaşayış məntəqəsinin itirilmədiyini təsdiqləyib. Dnepropetrovsk və Zaporojye vilayətlərində düşmən tərəfindən ələ keçirilmiş ərazilər barədə məlumat doğru deyil. Həqiqətən də Aleksandrivsk, Gulakuli və Oriyiv istiqamətlərində gərginlik mövcuddur. Son sutka ərzində təxminən 50 döyüş toqquşması baş verib. Lakin bu yaşayış məntəqələri hələ də Rusiya nəzarətində deyil. Voloshin vurğulayıb, bəzi ərazilərdə vəziyyət hələ də gərgin olaraq qalır. Məsələn, Pavlivkada şiddətli döyüşlər davam edir və Ukrayna briqadası qəhrəmancasına müdafiə mövqelərini qoruyur. Döyüşlər həmçinin boz zona hesab edilən Plavni bölgəsində də gedir. Uspenivka yaşayış məntəqəsi düşmən atəşinə məruz qalıb, lakin onun nəzarət uğrunda mübarizə hələ də davam edir. Adətən döyüş əməliyyatları zamanı boz zona adlanan hər iki tərəfdən hücumlara məruz qalan yerli ərazilər yaranır. Bu kontekstdə boz zona ilə həqiqətən düşmən tərəfindən ələ keçirilmiş əraziləri fərqləndirmək və mümkün nəticələrin qarşısını almaq üçün bu zonalardakı vəziyyəti daha diqqətlə izləmək vacibdir.
son illərdə ilk dəfə olaraq Kreml rəsmilərindən biri açıq şəkildə etiraf edib ki, Rusiya xalsa sürüklənə bilər. Prezident administrasiyasının sosial proseslərin monitoringi və təhlili idarəsinin rəhbəri Aleksandr Xariçev bildirib ki, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir. O, bu barədə Ranipa tərəfindən Rusiyanın DNTS layihəsi ilə bilgə nəşr edilən Gosudarstvo jurnalında dərc olunan Biz Kimik adlı məqaləsində yazıb. Məqalə Agentstvo və Vedomosti kimi nəşrlərdə də işıqlandırılıb. Xariçevə görə Rusiya 5 əsas təhlükə ilə qarşı-qarşıyadır. Vətəndaş müharibəsi təhlükəsi, suverenliyin itirilməsi, əhalinin azalması, depopulyasiya, siyasi sistemin çökməsi, cəmiyyətin dehumanizasiyası, yəni insani dəyərlərin itirilməsi. Şahidəçilərin fikrincə Xariçevin məqaləsində ən mühüm məqam vətənpərvərlik ritorikasından çox Kremlin daxilində xalq qəzəbindən duyulan real qorxunun artıq açıq şəkildə etiraf edilməsidir. Rusiya indi barıt çəlləyinin üzərində yaşayır, sosial ədalətsizlik, yoxsulluq, korrupsiya və müharibə birgə şəkildə partlayışa səbəb ola bilər. Demografik böhran barədə danışan Xariçev Qərbi və LGBT təbliğatını günahlandırıb, onları düşüncəni yolduran virus adlandırıb. Onun fikrincə Rusiyanı xilas edə biləcək yeganə yol çoxuşaqlılıq dəbinin yaradılması və hər ailədə azı 3 uşağın göstərildiyi filmlərin çəkilməsi. Bu yanaşma əslində hakimiyyətin çaşqınlığını nümayiş etdirir, real problemləri həll etmək əvəzinə mifik globalistlərdə düşmən axtarılar. Xariçevin ən çox diqqət çəkən fikirlərindən biri isə odur ki, o Ukraynaya qarşı müharibəni Rusiyanın suverenliyini qoruyan amir kimi təqdim edib. Onun sözlərinə görə işğaldan əvvəl Rusiya elitası Qotdazur və Montenegro arasında yaşayırdı və ölkə ilə əlaqəsini itirmişdi. Rusiya üçün xüsusi hərbi əməliyyat bir növ təmizləmə oldu, deyə Xariçev bildirib. Bu ifadə minlərlə Rus və Ukraynalının həyatına son qoymuş, iqtisadiyyatı iflic etmiş və ölkəni tam təcrid vəziyyətinə salmış fəlakətli müharibəni bəraətə çıxarma cəhdi kimi qiymətləndirilir. O, cəmiyyəti birləşdirəcək yeni ideologiya təklif edir. Biz özümüzünküləri tərk etmirik. Onun sözlərinə görə bu ideologiya dövlətin əsasını təşkil etməli və daxili qarşıdurmaları önləməlidir. Xariçev həmçinin vətənpərvərlik tərbiyəsi haqqında qanunun hazırlandığını bildirib, bu qanun bütün təhsil müəssisələrinə Kremlin istəklərinə uyğun düşüncə formalaşdırmağı məcburi edəcək. Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, Rusiya iqtisadiyyatı çökməkdədir və Putinin yaxın ətrafı onun hakimiyyətdən getməsi məsələsini müzakirə edir. Kremlin təhlükəsizlik konfransının sabiq rəhbəri Volkan Vişingir isə qeyd edib ki, müharibəni məqsədlərinə çatmadan dayandırmaq Putin üçün şəxsi baxımdan çox təhlükəlidir. Müharibəni dayandırmaq və atəşkəslə razılaşmaq çoxlu sayda itki verən birisi üçün çox çətindir. O, həlak olan əskərlərin analarının nə deyəcəyini düşünməli olacaq, deyə diplomat bildirib.